İdarəsinin dediği yaşdayam, ruhumun dediği yaş olabilir mi? Çoxlarının demeye cesaret ettiği yaş, yoksa insanları bədbəxt eden yaş. Mən qadınların dediği yaşdayam, qadınların mənim arzuladığı yaş. Heç kimə əhəmiyyət verməyən yaş, yoksa heç kimin layiq olmadığı yaş. Sizin neçə yaşınızın nə əhəmiyyəti var? Ənizdə olan pulun nə əhəmiyyəti var? Əsə yaşın sənin üçün nə əhəmiyyəti var? Nə qədər ki sırf pislik etmək üçün yaşamırsan. Hayatınızı sadece servet toplamak için yaşamayın. Sahip olduğunuz az veya çok şeyle hoşbəxt olun. Öləndə ahirete heç nə götürmürük, hətta şəxsiyyət. Vəsiqəmizi bir qutusuna gedir veya başkasının yanında qalır. Hayatınızı sadece servet toplamak için yaşamayın. Sahip olduğunuz az veya çok şeyle hoşbəxt olun. Öləndə ahirete heç nə götürmürük, hətta şəxsiyyət. Vəsiqəmizi bir qutusuna gedir veya başkasının yanında qalır. Biz düşündüyümüz yaşdayıq, neçə il yaşadığımızın fərqi yoxdur. Xəbərdarlıq etmədən neçə gün keçsə də, ancaq hər gün qeyd edə biləcəyimiz xoşbəxtlik. Hayatınızı sadece servet toplamak için yaşamayın. Sahip olduğunuz az veya çok şeyle hoşbəxt olun.